Peyğəmbəri götürdüyündən, əlini götürdüyündən onların məntiqi buydu. Sonra hökmranlıq elə, rahat. Əlin qolun açılsın. Namazın qılır, qoy qılsın, günə 1000 rükət qılsın. Siz fikir verirsiniz, dinin heç bir hissəsi ilə onlar mübarizə aparmırdılar. Peyğəmbərlə mübarizə apardılar. Sonra Əli ilə, sonra Həsənlə, sonra Hüseynlə əleyhissalam mübarizə aparırdılar. Ancaq bunlarla. Namazla işi var idi, yox. Quranla işi vardı, yox. Ver Quran oxusun cəmaat bütün günü. Çünki imam olsa dini icra eləyəcək. Dini icra eləyəndə bu oyunu çıxarda bilməyəcək. Din icra olacaq, praktiki olaraq icraya keçəcək. Cəmaat getsin, ibadətini eləsin, bunlar da hökmranlıq eləsin. Onların planı oydu. Bu ayəyə diqqətlə qulaq assın, xahiş edirəm. Allahın kəlamıdır. Buyurur ki, və izə qilə ləhum təaləv ilə mə ənzəlallah. Deyir, elə ki onlara deyildi, gəlin. Gəlin Allahın nazil etdiyi Qurana tərəf. Və ilər rəsul və Peyğəmbərə tərəf. İki şeyə dəvət edir. Deyir, elə ki dedin, gəlin Qurana tərəf və gəlin Peyğəmbərə tərəf. Buna bax, qulaq asın, bax budur sözüm. Rəeytəl münafiqin yəsuddunə ankə sududa. Belə halda görəcəksən ki, münafiqlər sənə gələn yolu bağlayırlar. Peyğəmbərə deyir, sənə tərəf gələn yolu bağlayırlar. Quran ayəsidir. Allahın nazil etdiyinə tərəf yox, sənə tərəf gələn yolu bağlayırlar. Çünki sən olmasan, o Allahın nazil etdiyi də nə başa düşüləcək, nə ondan bir məna qalacaq, nə bir təfsir qalacaq, nə heç nə.